Naxçıvan şəhərində daha bir yeni səhiyyə ocağı yaradılır. Belə ki, Səhiyyə Nazirliyinin tərkibində Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzində hazırlıq işləri aparılır. Qeyd edək ki, bu kateqoriyada olan xəstələrin daha yaxşı səhiyyə xidmətləri alması və əlçatanlığın təmin olunması məqsədi ilə aprel ayının sonuna dək mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasientlərə daha rahat və keyfiyyətli xidmətin göstərilməsi, müasir avadanlıqların alınması məqsədi ilə müvafiq satın almalar həyata keçirilib. Həmçinin hemodializ xidmətinin göstərilməsi üçün qurğuya inteqrasiya olunmuş Wi-Fi və qulaqçıq girişli HD keyfiyyətli monitorları olan 3 idarəetmə mühərrikli hemodializ kristolları, eləcə də ən son texnologiyaya uyğun istehsal olunan 33 hemodializ cihazı alınıb. Alınan avadanlıqlardan artıq 7-si təhvil verilib, digərlərinin isə təmir işləri yekunlaşdıqdan sonra təhvil verilməsi nəzərdə tutulub. Hemodializ mərkəzində osmoz cihazları da quraşdırılıb. Bu cihaz nəticəsində hemodializ prosesində toksinlərin və artıq maddələrin effektiv təmizlənməsi təmin ediləcək və müalicə proseslərinin daha rahat şəkildə həyata keçirilməsinə şərait yaradılacaq. Yeni yaradılan hemodializ mərkəzində uşaqların dializ prosesini daha rahat keçirmələri üçün pediatrik dializ bölməsi də yaradılıb. Şərir rayon mərkəzi xəstəxanası 4, Sədərək rayon mərkəzi xəstəxanası isə 2 ədəd cihazla təmin olunacaqdır ki, bildirmək istəyirəm ki, Sədərək rayon mərkəzi xəstəxanasında hemodializ cihazları olmadığı üçün xəstələrə müalicə prosesi göstərilmirdi və xəstələr müalicə üçün Şərir rayon mərkəzi xəstəxanasına müraciət etmək məcburiyyətində qalırdılar. Xəstəxana cihazla təmin olunduqdan sonra isə bu istiqamət üzrə fəaliyyətə başlayacaqdır. Digər rayonlarda da Babək, Şahbuz, Ordubad, Culfa, Kəngərli xəstəxanalarında da cihazların artırılması planlaşdırılır və yeni bölmələr yaradılacaqdır. Görülən işlər Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramına uyğun olaraq həyata keçirilir. Xosrov İbrahimov, Arzu Sadiqov, NTV Xəbər.